Salyanda 4000-dən artıq əhalinin gündəlik istifadə etdiyi körpü qəzalı vəziyyətdədir. Söhbət rayonunun Qızılağac kəndində Akkuşa çayı üzərindən keçən ötən əsrin ortalarından istismara verilmiş körpüdən gedir. Körpünün təhlükəli vəziyyəti ilə bağlı sujetimiz var, bərabər izləyək. Kəndin əsas yolu üzərində salınmış körpü artıq 3 ildir ki, qəzalı vəziyyətdədir. Təmiz qəzalıdır, haçan çöküb çökməyəcək, onu Allah bilir. Ağır texnika getmək üçün təhlükəlidir, həqiqətən də təhlükəlidir. Yalandan üstünə qətlə panellər qoydular, üstündən də qırı verdilər ki, körpüyü bərpa elədik. Körpü istifadəyə verildiyi gündən bugünədək heç vaxt əsaslı təmir olunmayıb. Uzun illərin yükünü daşıyan dəmir-beton konstruksiyalar artıq göz görə-görə dağılır, bəzi hissələrdə isə təhlükə açıq-aşkar hiss olunur. Təmir bir-iki dəfə olub, amma ki, yəni üzdən olub da, belə tam təmir olunmayıb. Yaşı çox olar. Yəni bizim yaşım, mənim 60 yaşım var, mənim yaşımdan da nə qədər qabaqdan körpü var yəni. Hər gün onlarla ağır texnikanın yüzlərlə piyadanın istifadə etdiyi körpü kənd sakinləri üçün yeganə keçid yoludur. Mövcud vəziyyət isə həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır. Uşaqlar keçir, kəndin bütün heyvanı buradan keçir çölə, texnikalar keçir, ağır texnikalar, kombaylar keçir, pamudərənlər keçir. Sakinlər deyir ki, istismar müddətini çoxdan başa vurmuş körpü əsaslı şəkildə təmir olunmazsa, təhlükə hər keçən gün daha da böyüyəcək. Təhlükəli vəziyyətlə bağlı isə dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də problem həllini tapmır. Mən özüm traktor sürürəm, ağır texnika sürürəm. Hər gün bu işlə əlaqədar o izə bu izə keçirib. Problemlə bağlı Salyan Su Meliorasiya Sistemləri İstismarı İdarəsi də məlumatlıdır. Bəli, məlumatımız var. Bizə daxil olan məktub əsasında yerində körpüyə baxış keçirilib, vəziyyəti haqqında akt tərtib olunub. Gün ərzində həmin məktuba cavab olaraq regionala məlumat veriləcəkdir. Körpünün nə vaxt təmir olunmaması haqqında mütəxəssis rəyi veriləcəkdir. Yaqub Mehdiolov, Vüqar Qaliboğlu, Pərvin İsmailova, Space Xəbər, Salyan.